Salam, hər vaxtınız xeyir olsun əziz şagirdlərimiz. Güvən nəşriyyatının 2025-2026-cı il dərs ili üçün onun sinif şagirdlərinə təşkil etdiyi sınaq 1 imtahanının B variantının suallarının izahlarına baxırıq. Deməli, ilk sualımız belədir ki, verilən ədədlərdən neçəsi 6-ya qalıqsız, yəni tam bölünür? Bunun cavabını tapmaq üçün deməli nə edirik? 6-ya bölünmə qaydasını tətbiq edirik. 2-yə və 3-ə bölünməlidir. 123 ədədi təkdir deyə 2-yə bölünmür, 234 2-yə bölünür, rəqəmləri cəmi 9 edir. Deməli 6-ya da bölünəcək, 345 təkdir, 2-yə bölünmür, 456 2-yə bölünür, rəqəmləri cəmi 15 edir. Deməli 6-ya bölünəcək, 567 təkdir deyə 2-yə bölünmür, 678 2-yə bölünür, rəqəmləri cəmi də 21 edir. Demək ki 6-ya da bölünəcək, 789 təkdir, 2-yə bölünmür, cavabımız 3. Cədvəldə verilmiş kəsri adi kəsrə çevirin deyir. 0,2 dövrdə 6. Deməli, məxrəc 90, sürət 26-dan 2 çıxır 24. Deməli, verilən kəsri 6-ya ixtisar aparsaq 15. 24-də 6-ya bölsək 4. Cavabımız C variantı. 420 ədədi müxtəlif sadə vurğularının sayını tapın. 420 ədədi deməli 6 vur, 7 vur 10-a bərabərdir. 12 vur 5-dir. Bu deməkdir ki, 2-nin kvadratı vurulsun 3, vurulsun 5, vurulsun 7-yə bərabərdir. Sadə vurğuların, müxtəlif sadə vurğuların sayı dediyinə görə 2, 3, 5, 7. Cavabımız 4 olur. Çoxluğu 3 elementdir. B çoxluğu 2 elementli olarsa, kəsişməsi 2 elementli çoxluq olarsa, birləşməsi neçə elementlidir? Diqqət edək, biri A olsun, biri B olsun. A'da 5 element var. Deməli, burada 5 element var. Davam edirik. 3 element B'dədir. Kəsişmədə 2 elementdir. Demək ki, A ilə B fərqində 3, B ilə A fərqində 1-dir. Bizdən ümumi sayını istəyir. Bunları toplamalıyıq. Cavabımız 6 edəcək. D variantı. Keçək növbəti sualımıza. AB natural ədədlərinin cəmi tək ədəddir. A ilə B-nin cəmi tək ədəddirsə, diqqət edək ki, 2 təkin cəmi cüt, 2 cütün cəmi cüt. Deməli, A ilə B biri tək, biri cüt olmalıdır ki, cəmləri tək ədəd olsun. Deməli, biri təkdir, digəri isə cütdür. Deyək ki, aşağıdakılardan hansı həmişə təkdir? Həmişə təkdir. Diqqət edək. Hasilləri cüt ədəd edəcək. İlk sadə buradan başlayırıq. Tutaq ki, birinə tək ədəd veririk 1, digərinə 2. Burada ola bilər ki, A-nın qiyməti bir dəfə 1-ə bərabər olsun, bir dəfə 2-yə bərabər olsun. 2-ni 1-ə vursaq, 2 üstünə 2 gəlsək 4. Deməli, cüt alındı. 2 vurulsun hasilləri burada cütdür. Cütü də təzədən 2-yə vursaq, cavab cüt əldə edir. Keçək B variantına. Tutaq ki, A-nın qiyməti 1-dir, B-nin qiyməti 2-dir. Bu zaman 1-in üzərinə 4 gələndə cavab 5 edir. Bu doğrudur. Fərz elək ki, A-nın qiyməti 2-dir, B-nin qiyməti 1-dir. 2-nin üzərinə 2 gələndə cavab 4 edəcək. Ona görə bu cüt ədəddir. İndi fərz edək ki, A-nın qiyməti 1-dir, B 2-dir. 3-ü 1-ə vursaq, üzərinə 2 gəlsək 5 tək ədəddir. İkinci, fərz edək ki, A-nın qiyməti 2-dir, B-nin qiyməti 1-dir. 3-ü 2-yə vursaq, 6 üzərinə 1 gəlsək 7. Demək ki, doğru cavabımız E variantıdır. Diaqram əsasən A ilə B-nin birləşməsinin A-nın fərqini tapmaq lazımdır. Birləşməsi bütövdür. A fərqi dedikdə A hissəsini çıxırıq, yerdə qalır B ilə A-nın fərqi. Bu da element sayı 2 dənə olur. Sonra keçək digərinə. 4-də 3 ilə 3-də 2-nin fərqini tapsaq, ortaq məxrəc. Yəni 4 ilə 2-nin 3-ün əkobu 12-dir. 12. 12-ni 4-ə bölsək 3, 3-ə vursaq 9. Çıxırıq. 12-ni 3-ə bölsək 4, 4-ə vursaq 8. Bölünsün. 12 ilə 8-ə deməli, ortaq məxrəc, yəni əkob 24-dür. 24-ü 2-yə bölsək, 12-yə bölsək 2, 1-ə vursaq 2, üzərinə əlavə edirik. 24-ü 8-ə bölsək 3, 1-ə vursaq 3. 9-dan 8 çıxsaq 12-də 1 vururuq. Digərin yerlərini dəyişirik. 24 qalxır sürətə, 2 ilə 3-ün cəmi 5 məxrəcdə. 24-ü 12-yə bölsəm 2, 5-də 2. 5-də 2 də 0,4 olur. Bizə deyir ki, verilən aralıqların kəsişməsinə daxil olan natural ədədlərin sayını tapın. -4 ilə -4 daxil deyil. -4 ilə 5. 5 də daxil deyil. Ardınca -2 ilə -2 daxildir. Bunu tam qaralayırıq. Sonra bir də 7. Bu da daxil deyil.
İndi bunları işarələyək. Deməli, -4-dən 5-ə qədərdir. -4-dən 5-ə qədərdir. Ardınca -2-dən 7-yə qədərdir. Bunların kəsişməsi gördüyünüz kimi hər ikisinə aid olan hissə. -2-dən 5-ə qədər olan hissədir. -2-dən 5-ə qədər olan hissədə bizdən istədiyi nədir? Natural ədədlərin sayını tapın. Deməli, natural ədədlərimiz olacaq 1, 2, 3 və 4. 5 də daxil deyil. Deməli, cavabımız A variantı. Keçək növbəti sualımıza. Məxrəci 210 olan adi kəsrin sürəti aşağıdakılardan hansı olarsa, bu kəsiri sonlu onluq kəsir kimi göstərmək olar. 210, 21 vurulsun, 10, yəni 2 vur 5 deməkdir. Məxrəcdə 2 və 5-lər olduqda sonlu onluq kəsir alınır. Demək ki, sürət 21 olmalıdır ki, ixtisar getdikdə cavab sonlu onluq kəsir alınsın. Bizə deyir ki, əkub ilə əbubun hasilinə bərabər olan ədədin sonuncu rəqəmini tapın. 2 ədədin hasili əbubu ilə əkubun hasili ilə özlərinin hasili, yəni 49 vurulsun 33-dür. Bu ədədin sonuncu rəqəmini tapmaq üçün 9-u 3-ə vururam, 27, yəni sonuncu rəqəm 7-dir. Hansı kəsirdən 0-dan 4-də 3 çıxsam 6-da 1 alınır. Deməli, 6-da 1 ilə 0-dan 4-də 3-ü toplamaq lazımdır. 0-dan 4-də 3, 9-da 3, yəni 3-də 1-dir. Bu 3-də 1 ilə 6-da 2 deməkdir. Toplasaq 6-da 3, yəni 0,5 D variantı. A natural ədədinin 3, B natural ədədinin 2 sadə vurğu var. Hasilin neçə sadə vurğu var? O zaman 3 ilə 2-ni toplayırsınız, cavab 5 edir. Aşağıdakı ifadələrin hansı diaqramdakı rənglənmiş hissəni göstərmir? A ilə B-nin fərqi bu doğrudur. Yəni göstərir. A ilə kəsişməsinin fərqi, deməli A-dan kəsişməsini çıxarsan yenə də rənglənmiş hissəni göstərir. Birləşmədən B-ni çıxarsan bu da doğrudur. A ilə B-nin birləşməsi bütövdür. Kəsişməsi buradır. Bütövdən kəsişməni çıxanda 2 hissə qalır. Bir bura, bir də bura. Ona görə doğru cavabımız D variantı olur. Natamın qismət 7, qalıq 5 olar. Tutaq ki, bölünən A-dır. A-nın qiyməti natamın qisməti ilə hər hansı bir bölünənin deməli, hasilinə bərabər üzərinə də qalıq gəlirik. Deməli, bölünənin ala biləcəyi ən kiçik qiyməti tapın. Tutaq ki, burada B-nin qiymətinə 1 versəm, A-nın qiyməti 7, 5, 12 olacaq. 12-ni 1-ə bölsəm, cavab natam qismətdə 7 alınmır. Deməli, bu yanlışdır. Sonra B-yə fərz ilə 2 versəm, A-nın qiyməti olacaq 14, 5, 19. 19-u 2-yə bölsəm, yenə də natam qisməti 7 eləmir. Fərz ilə ki, B-nin qiymətini 3 verirəm, A-nın qiyməti 21, 5, 26 eləyir. 26-nı 3-ə böləndə natam qismət 7 alınmır. B-yə 4 versəm, A-nın qiyməti 28, 33 edəcək. 33-ü 4-ə böləndə, bəli, natam qismət 7 edir, qalıqda 5 edir. Demək ki, bölünənin ala biləcəyi ən kiçik qiymət məhz 33-dür. Ədəd 5-də 2 hissəsindən neçəyə böyükdür? Ədədin özünü x götürək, 5-də 2 hissəsini 5-də 2 x götürək. Bunları bir-birinə böləndə x-ları bölürük. 1 böl 5-də 2, yəni 2-də 5 olur. Bu da 2,5 deməkdir. Cavab 2,5. 84-98 ədədlərin ortaq olmayan sadə vurğularının hansını tapın? Yəni C-nin qiymətini tapırıq. Bu əkobun əbubu olan nisbətidir. Əkobun əbubu olan nisbətidir. Əkobu axtararkən 84 deməli 14 vurulsun 6-dır. 14 vurulsun 6-dır. 98 isə 14 vurulsun 7-dir. Deməli, əkobu taparkən 14, 6, 7. Əbubu taparkən təkcə 14 götürürəm. 14-ləri ixtisar aparanda cavab 42 olur. Çoxluqlara aid sualdır. 2 çevrə götürək, kəsişdirək, Venn diaqramını alaq. A ilə B-nin fərqi 1 deyir, kəsişməsi 3 deyir, birləşməsi 5 deyir. Deməli, 1 ilə 3-ün cəmi 4, 5-dən 4 çıxsaq 1 qalır. Bizdən B ilə A fərqinin sayını soruşur, cavab elə 1-ə bərabərdir. Məxrəci 20 olan düzgün kəsirlərdən ən böyük ilə ən kiçinin fərqi. Ən böyük 20-də 19, ən kiçik 20-də 1, bunların fərqi 20-də 18. Onluq kəsir şəklində göstərmək üçün 5-ə vursaq 100-də, 18-i 5-ə vursaq 90, yəni 0,90 və yaxud da 0,9. 4 ardıcıl natural ədədin cəmi 477. 474. Deməli, A plus 1, A plus 2, A plus 3.
Deməli A plus 2. Bir də A plus 3. Yerdən yazaq. Deməli A plus A oldu. A plus 1 oldu. A plus 2 yazırıq. Üzərinə gəlirik. A plus 3 yazırıq. 4 dənə ədədi aldıq. 474 elədi. İndi deməli A'ları toplasaq olacaq 4A bərabərdir 1, 2, bir də 3. Cəmini tapsaq olacaq 6. 474-dən çıxırıq 6-nı. 468. A-nı taparkən 468-i bölürük 4-ə. 117. Bu ədədlərin ən böyüyünün natural bölənlərinin sayını tapın. 117. Ən böyük 117 üzərinə 3 gəlir 120 edir. 120. 2'nin kubu vurulsun 3 vurulsun 5'dir. Natural bölənlərin sayını tapanda 3'ün üzərinə 1 gəlirik 4. 1'dir. 1'in üzərinə 1 gəlir 2. 1'dir. 1'in üzərinə 1 gəlir 2. 4 4'e vuracağım 16. Doğru cavabım 16 edir. Keçək növbəti sualımıza. Deməli, çoxluqlar haqqında verib nə edirik? A'nın qiyməti var, B'nin qiyməti var. Birləşmə kəsişmədən 4 dənə böyükdür. NA MB'yə bərabərdir. Gəl bunu qeyd eləyək. Buradan cavablarımızı tapaq. Deməli, baxırıq nəyə? NA-nın qiyməti 6K çıxılsın 2'dir. MB K plus 8'dir. 6K'dan K çıxılsın 5K. 8 ilə 2'ni toplasam 10. K'nın qiyməti 2. Tapdıq. Çevrəmizi çəkək. Biri A olsun, biri B olsun. Deməli, 6'nı 2'yə vurup 12, 2 çıxanda 10 alınır. 10 alınır burada. Sonra B'də 2'nin üzərində 8 gəlir. Burada da 10 alınır. Ardınca bizə deyir ki, kəsişmədə x götürsən, birləşmə 4 dəfə böyükdür. Yəni 4x-ə bərabərdir. Edəcəyimiz nədir? 10 ilə 10 çıxılsın x-i toplasam, yəni 20 çıxılsın x ilə x-ə bərabərdir. 4x-ə bərabərdir. Buradan 4x ilə x toplasam 5x 20-yə bərabərdir. X-in qiyməti olacaq 4. X-in qiyməti 4 olduğuna görə bizdən kəsişməni istəyir. O da ilə 4-ə bərabərdir. Məxrəci 840 olan düzgün kəsirlərdən neçəsini ixtisar olunmayan kəsir şəklində göstərmək olar. Bizə verilən adi kəsirlərdən əgər ixtisar olunmayan adi kəsir şəklində göstərmək istəyirəmsə, edəcəyim sürət ilə məxrəcin qarşılıqlı sadə ədəd olmasını təmin etməkdir. Məxrəc ilə sürətin qarşılıqlı sadə ədəd olması üçün deməli bunların əbobu 1 olmalıdır və sayını tapmaq üçün 840 ədədini vurğulara parçalayırıq. 840-ı deməli birbaşa da yaza bilərik. 840 deməli bərabərdir 12 vur 7, bir də 10. 2 vur 5. Bunu da sadə vurğularına ayıranda 2'nin kubu 3, 5 və 7'dir. İndi biz nə etməliyik? Düsturu yadımıza sallıq. P bərabərdir 840 vurulsun. 1 çıxılsın 2'də 1. Eləyəcək 2'də 1. 1 çıxılsın 3'də 2. Deməli 1 çıxılsın 3'də 1. 3'də 2 eləyəcək. Sonra 1 çıxılsın 5'də 1. 5'də 4 eləyəcək. 1 çıxılsın 7'də 1. 7'də 6 eləyəcək. Bunların hasillərini taparkən cavabımız olacaq ki, deməli 2'ləri ixtisar aparırıq. Sonra 3 ilə 6'ını ixtisar aparırıq. 2 qalır. 840'ı digər ədədlərə hasilini vurub hesablasaq cavabımız 132 alınır. Daha doğrusu 192. Keçək növbəti sualımıza. Deməli, bizə verilən ədəd deyir ki, 2 rəqəmli ədəddir. Bu 2 rəqəmli ədədin əvvəlinə 2 yazırıq. Sonra alınan 3 rəqəmli ədəd əvvəlki 2 rəqəmli ədədin 11 mislinə bərabərdir. Ardınca bizdən alınan 3 rəqəmli ədədi soruşur. Biz nə edirik? 2 rəqəmli ədədi AB kimi götürürük. Olacaq AB, soluna 2 yazsaq 2AB bərabərdir 11 vurulsun AB-yə. Açılışını yazsaq 200 plus 10A plus B bərabər olacaq 110A plus 11B. Sonra 110A'dan 10A çıxsaq 100A qalır. 11B'dən B çıxsaq B qalır.
bərabər 200-ə. Deməli, burada unutduq. 10b qalır. Hər tərəfi 10-a bölsək 10a plus b bərabər olacaq 20-yə. Bu da elə AB-nin 20 olmasını göstərir. Bizdən alınan 3 rəqəmli ədədi soruşduğuna görə solunda 2 vardı. 2, bir də 20, cavabımız 220-dir. Deyək ki, diaqramda hər bir hissəyə aid olan elementlərin sayı yazılıb. Diaqramda yalnız bir çoxluğa daxil olan elementlərin ümumi sayı. Yalnız bir çoxluğa daxil olan elementlərin ümumi sayı. K plus 1. Diqqət edin. K plus 1. Sonra 3K. Sonra 4K. Bunların cəmli bizə 49 verir. Toplasa 3K ilə K bir də 4K eləyəcək 8K. 8K 49-dan 1 çıxsa 48. K'nın qiyməti 6. K'nın qiyməti 6 isə ən az ikisinə daxil olan. Diqqət edin, ən az ikisinə daxil olan. Deməli, üçünə daxil olan da götürülə bilər. Buradan belə bir nəticəyə gəldik ki, bizim axtardığımız hissə, baxın, burada göstərilən hissədir. Burada da 1, 2, 3, 4, 5, 5K var. Plus 1. K'nın qiyməti 6 olduğuna görə 5'i 6'ya vuruq. 30 üzərinə 1 əlavə edirik, 31. Velosipedçi 780 kilometrlik yolun birinci gün 15'də 3 hissəsini. Deməli, birinci gün 13'də 3 hissəsini daha doğrusu. 780'i bölürük 13'ə, vururuq 3'ə. 180. Sonra ikinci gün deməli 150 kilometr. Bunu birbaşa verib üçüncü gün 26'da 7 hissəsini. 26'da 7 hissəsini gedib 210. Dördüncü gün isə qalanını getdi. İndi qalanını tapmaq lazımdır. Qalanını tapanda məhsul tapanda 780 ədədindən 780-dən çıxırıq 180 sonra 150 bir də 210 cəmini. Bu da eləyir 540. 780-dən də 540-ı çıxsaq cavabımız 240 kilometr olur. Keçək növbəti sualımıza. Cədvəldə AB ədədlərinin sadə vuruqları onların sayı verilib. Deməli, A3-ün sadə vuruq 2, qüvvət 2. 3 yoxdur. Sonra 5, 2, 7, 1. B üçün 2, 3 dənədir. 3, 1 dənədir. 5, 1 dənədir. 7 yoxdur. Bizə deyək ki, bu ədədlərin əkobu ilə əbobunun cəmini tapın. Gəlin, diqqət edək əkobuna. Deməli, əkobunu taparkən hər ikisində iştirak edən sadə vuruqların qüvvəti böyük olanı bir də digərlərini götürür. 2 üstü 3 vurulsun 3 vurulsun 5 üstü 2 vurulsun 7. Bunu yazırıq. Bunun qiymətini hesablayaq. Deməli 2'nin kubu 8 edir. 5'in kvadratı 25 edir. 3 ilə 7'nin hasili 21. Cavab 4200. Hər ikisində əbobunu tapmaq üçün hər ikisində iştirak edənlərin qüvvət kiçik olanlarını götürür. 2 var, hər ikisində götürəcəm. Qüvvət kiçik olan 2'dir. Sonra 5 var, qüvvət kiçik olanı 1'dir. 4'ü 5'ə vuranda 20. İndi bu ifadələrin ikisini toplayacağım. Cavab 4220 edəcək.